Sahibindən İstək proyektinə bu gün yeni başlayanlara tam uyğun olan bir motosiklet çəkirik. Elxan Qəniyevlə birlikdə bu motosikletin yeni başlayanlar üçün niyə tam uyğun olduğunu bilmək istəyirsinizsə video sona qədər baxın. Keçək indi sahibindən bu motosiklet haqqında tam məlumatları soruşaq. Başlayaq birinci sualımıza ki, bu motosikletdə nə qədər sürüş təcrübən var? Qısaca salamlayım hər kəsi. Öncəliklə bütün baykerlərə belə deyim, təkərinə daş dəyməsin və bunu qeyd edim ki, bu baykda artıq mənim 100.000 təcrübəm var, 100.000-ə çatıb artıq. Və belə deyim, təcrübəm tək şəhər daxili deyil, həm rayonlara da getmişəm. Hətta 3 dəfə Göygölə gedib bu bayk. Digər rayonlara gedib, İsmailliyə, Kəftə 8-9 gedirəm. Quba falan tərəflərə getmişəm və əlavə olaraq hətta elə ekstrem yerlərə çıxmışam, yəni enduro kimi də istifadə etmişəm onu bir sözlə. Məsələ Qaranohur gölünü yəqin ki, çoxlar tanır. Mən Qaranohur gölünün yanına kimi getmişəm bu yəni. Turlana, amma gec çatmışam. Maşallah. Keçək ikinci sualımıza. Bu dediyin 100.000 kilometrdə sənin üçün nə kimi problemlər yaradıb? Bu baykın açığı deyim, bax indi deyəcəklər ki, biraz şey kimi danışır, amma reallıq budur ki, mən bu baykın bir dənə belə problemini görməmişəm. Deyim ki, məsələ tutaq ki, hansısa bir aspektdən məni yarıda mı qoyub, ya ümumiyyətlə mənim fikrimcə motosikletə düzgün şəkildə qulluq eləyirsənsə, vaxtında motosiklet evlənmək kimi bir şeydir. Yəni o evləndən sonra dərdin başa düşürsən, onu anlayırsan, həmçinin o səni anlayır. Əgər bir-biriniz arasında anlaşa bildirsə, o məncə səni heç vaxt yarı yolda qoymayacaq. Mən fikirləşirəm ki, mənim üçün bu motosiklet çox idealdır. Yəni o mənada belə bəlkə də kim üçünsə hansısa istiqamətdə bəlkə də yanlışlar var. Bir bunu deyim ki, hündürdür. Hamının boyuna uyğun olmaya bilər. Şəhər içi sürüşlərdə bəzən şey eləyə bilər. Yəni ayaqlar tam yerə çatmamaq kimi bir. Yəni əgər boyunuz 1.65-dən aşağıdırsa və yaxud da ki 1.65 belə biraz belə ayaq üstünə, barmaq pəncə üstünə qalacaq. Ondan başqa heç bir mənfi yönünü görməmişəm hələ ki. Keçək növbəti sualımıza. Bu motosikletin, yəni bu modelin ehtiyat hissələri tapılırmı və nə dərəcədə cibə uyğundur? Ehtiyat hissələri açığı tapılmağı çox çətindir. Çox çətindir. Yəni ki, belə deyim, bəzi şeylər var ki, məsələn, kazinası vaxtında dəyişməlidir falan. Hər yerdən tapmaq mümkün deyil. Məsələn, motobazardan alırdım. Orada bəzi şeylər tapmırsan, demək olar çox şey tapa bilmirsən. Yəni ki, bunun kazinası dəyişilməli idi. Mən artıq demək olar ki, 100.000-ə çatana kimi hətta dəyişməmişdim, elə fikirləş. Yəni amma Mufdan çıxanda istəyirəm ki, kazinada problem var. Motosfera adlı bir təzə dostumuz yer açıb. Orada var idi bir dənə, orada tapdım. Ölkədə heç harda tapa bilmədim kazinasını. Yəni problem odur ki, ehtiyat hissələri tapılmır çox yerdə. Gətirə bilirlərmi? Gətirirlər. Vaxt alırmı? Alır. Amma deyim ki, bugün... Amma qlobal olmayan şeyləri, yəni ki, rasxodnikləri, gündəlik, aylıq dəyişilən şeylərin hamısını buradan tapmaq olur. Çox rahat şey. Belə də onsuz da 100.000 gəlibsə, dediyim kimi ehtiyat hissələri dözmürdünüz. Yəni, məsələ odur, hə. Yəni, orijinalını tapsaz, alsaz, yəqin ki, bir 100.000-də sürəsiz deyə düşünürəm. Keçən növbəti sualımıza. Dördüncü sualımız belədir ki, bu motosikletdən nə əlavələr eləmişsən? Bu motosikletə əslində mən o qədər çox əlavə eləyib dəyişib şey eləmişəm ki, 100.000 artıq böyük bir rəqəmdir əslində motosiklet üçün. Duqa əlavə eləmişəm. Təbii ki, telefon tutacağını heç saymıram. Əsas aksesuarlar yox. Ördək əlavə eləmişəm. Əsas buradadır. CarPlay əlavə eləmişəm. Mənim həyatımı xilas eləyir. Çox demək olar ki, əvvəl Amazondan almışdım, indi Temudan almışam. Hətta mən sizə deyim ki, Temudan aldığım daha keyfiyyətli çıxdı ki, Amazona nəzərən. İstəyən olsa, maraqlı olan olsa, aşağı bir dənə plus atar, mən ona şərhə əlavə eləyərəm. CarPlay telefonu artıq yağış yağdı elədi. Mən bir də ki, gündəlik hər gün sürürəm. Qış, yaz, yay, 4 fəsil sürürəm motosikleti. Mənim problemim odur. Yəni çox adam belə sezonlu yanaşır, amma mən bunu bir nəqliyyat vasitəsi kimi idarə edirəm. Yəni sevgidən əlavədə nəqliyyat vasitəsidir. Ona görə mənim üçün o CarPlay demək olar ki, həyatımın əvəz olunmaz bir parçasına çevrildi. Kamerada çəkir, motosiklet həmçinin kamerası da var CarPlay. Yəni motosikletin işə saldın, avtomatik CarPlay işlədi və gündəlik rahat şəkildə belə gedib yolumu, hərəkətimi davam elətdirə bilirəm. Başqa əlavə yoxdur? Başqa əlavə yox. Belə qlobal bir əlavəm yoxdur. Heç nə. Çantalar falan əlavə eləmişdim. Doluydu çantalar. Görmüşdüm də mən o vaxt. Bu şey, çünki hər dəfə bu məsələ usta nəyisə açanda o çantalara görə məni hiss elirdim ki, şey eləyir, belə çantam olur, bu qədər çantam olur, elə bir şey. Cruiser motosiklet sürürəm ya da ki, nə bilim, adventure kimi. Keçək növbəti sualımıza. Bu motosikletdə sevmədiyin cəhətlər nələrdir? Bu motosikletdə sevmədiyim ilk alanda tövsiyə edirəm ki, təkərləri dəyişəsiniz. Təkərlərlə bağlı çox sevmişdiyim yoxdur. Təkər mən dəyişdim, Alnas aldım. Bunun üçün Alnas da ala bilərsiniz, yox da ki, belə tanınmış modellərdən də ala bilərsiniz. Təkər güclü, keyfiyyətli olandan sonra bununla hər şey eləyə bilərsiniz. Çox rahat, yəni güvənə bilərsiniz bu bayka. Yəni o məndə
Yəni şey dediyin yox. kimi hər yerə sürmüsən, Hə, təkər dəyişəndən sonra. yəni ki, təkər dəyişdin, vəsə, ölüm yoxdur motosikletə. Dayını bilmirəm, bir də ki, bir məsələ də var. Kimsə deyə bilər ki, mənim motosikletim MT-15-dir, mən təzə almışdım, amma xarab elədim, neynədim? Bir də bu sürücü inisiatifindən asılıdır. Əgər sürücü bu motosikletin üstündə öyrənirsə, o motosiklet çox dözməyəcək. Xarab da olacaq, sənə problem də çıxardacaq. Əgər yoxsan artıq o öyrənmirsən və təcrübən var ki, hansı ki, mənim 110 minə yaxın Zontes sport təcrübəm var. Bundan əvvəlki, lap əvvəl, 2013-də aldığım bayk. Yəni, bu sənin ilk baykın deyilsə, ümumiyyətlə bunu fikirləşmək lazım ki, ilk baykın nədirsə, o bayk sənin üçün problem çıxarda bilər. Çünki sən onun üzərində öyrənirsən, mühərriki, sürətlər qutusunu düzgün keçirmirsən, qazı, muftanı və s. bunları idarə edə bilmirsən yəni. İstər-istəməz mühərrikin ömrü az olur. Məsələn, Apkatkanın səbirlin olmur, o hansı ki, rodaj dövründə. Rodaj dövrünü düzgün keçmirsən, o motosikletin gələcək ömrü üçün də çox vacibdir. Mən bunda hər şey səliqə ilə keçdiyimə görə. Yəni, ona görə mənim üçün bu vaxta kimi problem çıxarmayıb. Başa düşdüm. Növbət sualımıza keçək. Əlbəttə. Sevmədiyin cəhətləri dediyin üçün çox sağ ol. İndi keçək sevdiyin cəhətlərə. Sevdiyim cəhətləri, çox adamın sevmədiyi, amma mənim sevdiyim cəhətin yığcam olmalıdır. Çox adam xoşdur ki, bayk, nə bilim, bir 10 metr olsun da, tutaq ki, böyle zurna dönər kimi olsun, uzun uzamadır. Mən isə sevirəm yığcam bayk. Niyə? Çünki mən, məsələn, növbəti baykım bu yaxınlarda elə onu da videosunu çəkərik, gələcək. İnşallah. Hə, növbəti baykım belə bu tipdə olacaq. Yəni ki, Yığcam bir şey. MT ailəsindən olacaq bir söz. Hə, başa düşdüm. Niyə görə? Çünki bu çox atikdir, çox dinamikdir. Yəni ki, ani sürətlənməsi çox yaxşıdır öz segmentinə və kubuna görə. Şəhər içi səni 1 qram belə yolda qoymaz. Şəhər arası, hansı ki, məsələn, ara işləmək düzgün deyil, təbii ki, bunu dəstəkləmirəm, amma düzgün şəkildə qayda ilə hərəkət edəndən sonra şəhər içində o qədər qıvraq manevrası var ki, yormur da arxada yığcamda qəti yormur. Hətta zövq alırsan. Mən bəzən fikirləşirəm ki, bu belə mənim üçün şəhər içi çox. Yəni onu mənə yaşadır ki, yəni bunun kubu elə bir şəhər içi üçün mənim üçün çox. Çünki ani sürətləməsi çoxdur. İndi kommentlərə baxarsan, deyəcəklər neçə vaxt 155 kub sürür, qaldırmır. Yox, o da yəni qaldıracam. Yox, inşallah, orası məlumdur. Loading gəlir, hə. Yəni bunu satdığa qoymuşam hətta. Yəni buradan da istəyən olsa təbii ki, yəni yaxşı baxılmış bir bayk istəyirlər. Videodan gələnlərə endirim eləyəsənə. 100%. 100% gəlir, yəni 100% endirim eləməyəcəm. Yəni 100% endirim eləyəcəm, amma faiz dərəcəsi sonradan qədərləşdirəcəm. Orası hələ bəlli deyil. Kimin yaptığı bəlli deyil. Kimin yaptığı belli olmayan. İndi sonuncu sualı verirəm. Bu model motosikleti almaq istəyənlərə nə tövsiyə verirsən? Yəni niyə alsınlar, niyə almasınlar? İlk olaraq əgər gündəlik sürüş həyata keçirirsinizsə, hər gün işə gedib gəlirsə, rahat bir motosiklet istəyirsə, boyunuza ilk olaraq motosiklet almamışdan əvvəl boyunuza uyğundursa. Yəni motosiklet elə bir şeydir ki, böyük kub almağın heç bir əhəmiyyəti yoxdur. Sənin tələb və tələbatını ödəyəcək bayq lazımdır. Çox adam deyir ki, məsələn, niyə bu vaxta kimi məsələn böyük kuba? Yəni inanın mənə, mənim bəlkə də dostlarım, ətrafımdakılar bilir ki, mənim kamera və avadanlıqlarımı satsam, bəlkə də Azərbaycandakı ən yaxşı bayklar alacaq səviyyədə, yəni imkanım olar. Yəni inanın mənə, evdəki şeylərdən 5-6 dənə musiqi alətlərini falan satsam ala bilərəm. Amma mənim tələbimi ödəyirsə, mən artığını neyinəm ki, yəni? Yalandan şou göstərib, məsələn, 1000 kub alım, yalandan gedib bir dənə kofe içib qayıdacamsa, yəni almaq asandır da, alandan sonra saxlamaq da var bunu. Sən bunun xərcini rahat şəkildə saxlaya bilərsən. Amma bir də ki, 600 kub, 1000 kub bayk alanda artıq sən onun 1000 kubun dərdini çəkirsən. Məsələn, bunun zəncirini sən 50 manata düzəldirsənsə, onun zəncirini 200, 250 manat, 300 manata sən düzəldirsən. Bunları fikirləşmək lazım. Hər kub qalxırsa, qiymət də qalxır da, belə deyək. Anormal səviyyədə qalxır. Məsələ odur. Yanacaq sərfiyyatını qarşılaya biləcəksənmi? Yəni tutaq ki, mən hər gün işə 8 kilometr yol gedib gəlirəm, yol gedirəm. 8 kilometrə mən eyni sürətlə gedəcəm. Dostlar, Bakıda maksimum məsələn 1000 kub alsam neçə ilə gedəcəm ki, görə? Eyni sürətə gedərsən. Hə, eyni sürət gedərsən. Yəni neynəsən də şəhərdə sən yüksək sürətlə sıxıb getməyəsən, 300-dən getməyəsən ki. Yəni bir var 3 litr, 4 litr yandırım, yanacaq. Bir var isə 10 litr yandırım. Eyni yol olsun. İkisində də eyni yol olsun, dəymir. Hə, ona görə biraz ağılla, motosikleti ağılla seçmək lazım. Motosikleti göstəriş üçün seçmirlər. Çünki bu nəqliyyat vasitəsidir. Səhvi bağışlamır. Bizim suallarımız da bitdi. Ümumi motosiklet olsun, motosiklet sferası olsun. Nəsə əlavən varsa buyura bilərsən videoda. Motosevərlərə ən böyük arzum budur ki, biz cəmiyyətdə tanına bilək. Necə tanınmaq? Bilsinlər ki, motosiklet böyük bir vacib əhəmiyyət daşıyan bir nəqliyyat vasitəsidir. Bugün onsuz da tıxacların artmasına görə hər kəs keçir alternativ nəqliyyat vasitələrinə və əmin olun ki, bugün ətrafınızda olan ən azından 10 nəfərdən ikisi motosikletə keçib və yaxud da keçməyə hazırlaşır. Və yaxud da ki, qımışır o şeydir. Yəni, məsələ budur ki, bugün tanınmasa belə 10 il sonra motosikleti reallıq
olaraq qəbul eləyəcək. Amma mən istəyirəm ki, bu 10 il sonra yox, daha qısa bir müddətdə olsun ki, insanlar fərqinə varsın ki, moto sürənlər, yəni çatdırılmada işləyən də insandır. Nə bilim, istənilən bir yerdə işləyən insandır və sən ona heç vaxt üstdən aşağı baxmalı deyilsən. Doğru. Bunu hər kəs qəbullamağı bacarmalıdır. Və həmişə mütləq gedin, öyrənin, təlimlərdə iştirak eləyin. Nə bilim, yaxşı demirəm. Bir nəfərdən heç nə öyrənməyin. Bir nəfərdən heç nə öyrənməyin, həmişə deyirəm. 10 nəfərə sual verin, analiz eləyin. İnsan beyni var, məntiqi var. 20 yerdən də araşdırın və ondan sonra nəticə çıxarın. Bir də yolda təcrübə toplayırsan olsa. Əsas təcrübə yolda olur. Ona görə, yəni belə deyim ki, uğurlu olsun. Ümidvaram bütün bike ailəsi, biker ailəsi deyək də belə. Bu sferada özünə bir mövqe tutacaq. İnşallah. Həmçinin sən də çox sağ ol ki, bunu işıqlandırırsan. Əsas mən sizə deyim ki, bu cəmiyyətdə bu bike mövzusunu qabardan insanlara dəyər vermək lazımdır. Hansı ki, boş-boş danışmağa nə var ki, hamı deyər ki, əşi video çəkir boş-boş və s. Amma mütləq insanların dəyərini vermək lazımdır. Mən sənin kimlərin həmçində, sənin timsalında olan bütün bike ilə bağlı video çəkənlərin. Çünki insan təmənnasız nəsə eləməyi hər kəsin bacardığı bir şey deyil. Əlavə olaraq da son olaraq bunu deyim ki, hara gedirsiniz gedin, nə qədər peşəkar olursunuz olun, mütləq dərəcədə tizlik, qoruyucu geyimlərdən istifadə edin. Bax, mənim evim buradadır, yəni Allah şahididir. Yəni 5 metr bu yana gəlmişəm, amma mən qoruyucu geyimi mütləq istifadə edirəm. Bu, o demək deyil, mən xamam, mən təcrübəsizəm. Əslində xam insanlar, təcrübəsiz insanlar qoruyucu geyimdən istifadə eləməyənlərdir. Mənim şəxsi fikrimdir bu. İstəyirsiniz top atəşinə tutun, istəyirsiniz tutmayın. Onda rəylərdə müzakirə gedəcək. Heç mənim vecimə də deyil. Bilirsiniz ki, heç nə vecimə deyil dostlar. Belə, uğurlar olsun sənə də. Təşəkkür edirəm ki, belə videolar çəkim insanları maarifləndirirsən. Çox sağ ol. Amma almaq istəsəz, çatdırılmada işləyənlər üçün yanacaq sərfiyyatı biraz çox ola bilər, rasxodu biraz çox ola bilər, amma dözümünə söz yoxdur. Bunu əgər qulluq eləsəz, bu sizə 10 ildə bəs eləyər. Yəni belə deyim. Bundan sonra da sürə bilərsiniz. Buna biraz əl gəzdirib daha bir 100 mində sürmək olar da, yəni. Yəni əlbəttə ki, 100 min nə deyə çox sürmək olar. Mən sizə deyim ki, Rusiyada falan, məsələn bizim ölkəmiz balacadır da. Ölkənin bu başından o başına 600-700 kilometrdir tutaq ki də. Amma Rusiyada bir şəhərlə bir şəhərin arası 5000, 10000 kilometrdir. Məsələn tutaq ki də. Rusiyada 1000 getmiş, nə bilim 2000 getmiş, üzr istəyirəm, 100 min getmiş, 200 min getmiş bayqlar heç nə sayılır. Yəni o bayq elə bil ki, dünən alınmış. O ölkəyə nəzərən... Hə, ölkə nəzərən heç nədir. Biz prosto 100 min ilə böyütmüş, 100 min getmiş bayq. 100 min nədir ki? Yəni böyük bir rəqəm deyil. Bax, onu fikirləşmək lazımdır. Bizim ölkəmiz balacadır. Balacadır, özümüzə görə gedirik də. Amma bizdə də böyük olsa, Türkiyədə görürsünüz, Türkiyədə də eyni qaydadır. Ölkə böyüksə, kilometraj da artır. Hə, ona görə. Yəni bayqın kilometrajına baxmayın. Bayqın keyfiyyətinə baxın. 100 min gedib də yaxşı gedə bilər və yaxud da ki 1000 gedib pis gündə də ola bilər. Amma bayq açdın içi pis gündə. 100 min getməsinə baxmayaraq görüntü görürsünüz də özünüz yeni yoxşuyur. Hələ Mən Hasan səni görürəm, onsuz deyirəm, sən masketin təzə yoxşuyur. Hələ yumamışam. Heç nə. Belə. Heç nə, əlavələri bitdi, sonra da videonu sonlandıraq. Çox sağ ol. Təşəkkür edirəm bir daha. Mən də təşəkkür edirəm. Dostlar, videonu izlədiyiniz üçün təşəkkür edirik. Növbəti videolarda hansı motosiklet haqqında məlumat olmasını istəyirsinizsə, rəylərdə bildirin. Ümumi video haqqında da olsa, suallarınız da olsa mənə və yaxud da Elxana rəylərdə gözləyirəm sizin hamınızı. Sağ olun, özünüzdə qoyat olun. İradlarınızı da yazmağı unutmayın.